Salam əziz izləyicilər, biz hal-hazırda Qurtuluş ərazisindəyik və bildirək ki, burada yolun kənarında obyektin üstü bu qaydada qaldırılır və bu obyektin üstünün belə qaldırılması icazəsizdir, qanunsuzdur bildiyimiz qədərilə. Bununla bağlı biz Əmlak Komitəsinə müraciət edirik, memarlığa müraciət edirik və bildiririk ki, bu qanunsuz obyektlərin ikincisine ancaq və ancaq Abşeron rayon icra hakimiyyəti şərait yaradır və Qurtuluş 93-ün rəhbərliyi şərait yaradır. Bu cür çəkilişlərə və ictimailəşməyə, vətəndaş şikayətlərinə heç reaksiya verilmir. Belə deyək, deyirlər ki, burada ağa bizik, nə istəyirik, onu da edirik. Kim? Sen niye karışırsan? Qanunsuz artırma Yoldan eləyirsən. ya sana ne bundan? Qanunsuz artırma eləyirsən. Mən sizə sübut edirəm ki, qanunsuz artırma eləyirsən. Kimə güvənirsən? Biz kimseye güvenmiyoruz. Kimə Biz güvənirsən? ticaret ediyoruz. Nəyə güvənirsən? Biz kimse, sen kime Qanunsuz- güvenirsen de benim ya, dükkanımın şeklini, sen benim evimin şeklini çekebilirsin. Sen benim maşınımın şeklini çekebilirsin. Çeksene şeklini, çekebilirsen 5 çekemezsin. saat qışqırdığında sənədimi göstər. Ya sen benim dükkanımın, ben burada dururum. Babamın hayrına dururum burada.